Salam dostlar, biz bugün HTML-də 24-cü dərsimiz olan forum teklərini keçmiş olacaq. Forum tekləri bizə nə üçün yararır? Belə ki, biz forum tekləri vasitəsilə hər hansısa bir saytdan qeyddən keçərkən bizə lazım olan bizdən daha doğrusu sayt administrasiyası tərəfindən istənilən adımız, soyadımız, daha sonra bizim öz şəxsi profilimizə parol necə qoymaq lazımdır. Bunları bugünkü dərsimizdə öyrətmiş olacağım. Bunun üçün ilk növbədə əvvəlki dərslərdə olduğu kimi yenə də Notepad++ proqramını açıram. Mən Notepad++ proqramı açdıqdan sonra gördüyünüz kimi mənim hazır HTML body kodlarım var ki, indiki hansı ki yazılan forum teklərini bu body tekləri içərisində yazmış olacağım. Bunun üçün ilk növbədə mənim forum teklərini açıb bağlamam lazımdır. Böyük kiçik işarət nəzərində forum deyirəm. Və forum teglimi bağlayıram. Və bura birinci inputumuzu daxil edəcək. Inputumuzu yazılmışdan əvvəl biz bildiyimiz kimi hər hansı bir saytda qeyd etmişərsən, bizim ilk növbədə adımızı, daha sonra soyadımızı, deyək ki, bəzən nickimizi, telefon nömrəmizi, sonra bizim öz şəxsi profilimizə pasport qoymamızı, həmçinin e-mail ünvanımızı bizdən istəyir ki, hansı biz bunları bugünkü dərsimizdə öyrənmiş olacağıq. Bunun üçün ilk növbədə mən bura ad bölməsini qeyd edirəm. Məsələn, adını yazıram bura. Adını yazıram, qoşan nöqtə qoyub və böyük kiçik işarəti açıram. Və bundan sonra burası inputumu daxil edirəm. Input deyirəm, type deyirəm. Type-da text olsun, çünki biz bura adımızı yazacaq. Adımız da text formatındadır. Text deyirəm. Sonra name deyirəm. Name hissəsini burada ingiliscə yazmamız istəyir. Yəni, Azərbaycan dilində də yaza bilərik. Amma gələcək dərslərimizdə keçəcəyimiz olacaq MySQL və Database bağlantısında bundan name hissəsini əgər biz səhv yazsaq, bizim kodlarımız işləməmiş olacaq. Ona görə məsləhətdir ki, burada elə ingiliscədə name, ad olan name hissəsini yazıb dəyişdirmirik. Və birinci input tekimiz burada qutarır və birinci input tekimizi bağlayırıq. Və hər bir input tekindən sonra biz break tekini istifadə edəcək. Hansı ki, biz əgər bir break tekindən istifadə etməsək, burada bizdə hazır göstərəcəm sizə saytdan ölçür. Burada adınızı yazdıqdan sonra soyadımız hissəsi bunun aşağısında deyil, sağında göstərəcəkdir. Sizin istəyiniz hansıdır? İstəyirsiniz aşağı, istəyirsiniz sağ tərəfdə göstərir. Mən əsasən aşağıda bunları göstərəcəm sizə. Adınız, daha sonra soy adınız. Yenə də birinci inputumuzu açıram. Sonra tipini müəyyən edirəm. Type deyirəm. Bərabərdə dırnaq şəxəsində yenə text deyirəm. Sonra name hissəsinə yenə name deyirəm. Və ikinci input tekini də bağlayıram. Və yenə də break tekini yazmağı unuttum. Və ikinci bir hissə olan ki, hansı ki, bizdən bəzən ata adlarımızı istəyir. Bunu yazsanız da olar, yazmasanız da olar. Üçüncü bir hissə olan nick bölməsidir ki, burada hansı biz öz nickimizi göstərəcəyik. Məsələn, nick deyirəm. Və yenə də inputumuzu daxil edirəm bura. Bərabər dırnaq şəxəsində yenə text. Name bölməsini yenə də name olaraq qalır. Və üçüncü inputumuzda burada bağlayırıq. Və yenə də break tekini yazırıq. Və dördüncü bir bölmə olan hissə burada əsasən bizdən sayt administrasiyası bizdən öz profilimizə pasport qoymamızı istəyir. Bunun üçün isə pasport olmasını burada yazmamız gerekir. Yenə pasport deyirəm. Qoşan nöqtə və yenə inputumuzu açıram. Input type deyirəm. Və bunun bu pasport tekinin pasportun tipi başqadır orada. Çünki biz əgər biz pasportumuzu yazsaq, əgər mən bura text bölməsini text qeyd etsəm, bizim öz profilimizə qoyduğumuz kodlar açıq şəkildə göstərmiş olacaq. Yəni üzərində hər hansı bir ulduz işarəsi göstərməyəcəkdir. Amma mən istəyirəm ki, mənim pasportumu yalnız mən bilim və heç bir adam bu pasportumu bilməsin. Bunun üçün type bölməsindən pasport sözünü qeyd edirik. Pasport. Və name hissəsinə də bərabərdə dırnaq şəxəsində pasport sözünü yazıram. Və bu input tekini də bağlayıram. Və yenə də break tekini bura qeyd edirəm. Və bildiyiniz kimi, əsasən bizdə saytlarda pasport bölməsi 2 dəfə bizdən istəndiyindən, yəni birinci dəfə pasportumuzu yazdıqdan sonra onu yenə ikinci dəfə
bizim yazmamız gərəkdir ki, hansı əgər birinci pasportun ikinci pasportuna uyğun gəlməzsə bizdə həmin pasport işləməyəcəkdir və bizdən yenə də ikinci dəfə olaraq yenə də pasport nömrəsini düzgün şəkildə doldurmamızı istəyəcəkdir və buna görə də mən pasport hissəsini burada 2 dəfə qeyd edirəm. Bunun üçün isə birinci pasport tekini göyərtdikdən sonra onun üzərində kopyalayıram və gördüyünüz kimi buraya onu əlavə etmiş olacağım. Paste deyirəm. Və ikinci pasport teki də burada qeyd olunmuş oldu. Daha sonraki bir inputumuz olan isə bizdən əsasən e-mail ünvanlarımızı istənir. Hansı bunlarda bizi yazmalardan sözdə email və yenə də input deyirəm. Type deyirəm. Bu səfdə type bölməsi e-mail göndərmə olduğunun email olacaq. Email bölməsinə yenə email deyirəm. Və bu inputumuzla bağlayıram. Və yenə də break tekini yazmağı unutmayın. Və daha sonra bir bölüm olan isə bizdən bəzən telefon nömrəmizi istənir. Hansı bölümdə necə qeyd etmək lazım onu göstərəcəm. Deyirəm və yenə də inputumuzu bura daxil edirəm. Input deyirəm. Type deyirəm. Type deyirəm. Bərabərdir. Telefon nömrəmizi bura qeyd edim. Type-ın bura tel yazmamız gərəkdir. Sonra name bölməsinə phone yazırıq. Yəni burada istifadəçilərimiz öz telefon nömrələrini qeyd edilir və bu input tekini də bağlamış olaram və yenə də break tekini yazmağı unutmuram. Və dördüncü bir hissə olan isə bu hansı submit butonudur. Submit butonu bizə istifadəçilərin öz haqqında yazdılar bu məlumatı göndərmələr üçün istifadə olunur. Bunu isə yenə də inputumu açıram. Type deyirəm, bərabərdir. Dırnaq şəxəsində submit deyirəm. Submit ingiliscədən göndərmək deməkdir. Value bölməsini bura qeyd edəcəm. Value bölməsi hansı bizə submit butonu üzərində hansı sözü yazmamızı istəyirsə o sözü burada qeyd edirik. Əgər value bölməsinə biz istədiyimiz sözü yazmışsa aşağıda submit birbaşa olaraq submit göstəriləcək. Məsələn, mən burada istəyirəm yazsın submit üzərinə göndər. Məsələn, value bölməsinə göndər deyirəm və bu input tekini də bağlayıram. Və gördüyünüz kimi bizim inputlarımız hazırdır. İndi bunların saytını da görüşdürürük. Yeni bir listə baxaq. Buradan save deyirəm. RAM bölməsinə, launcher from bölməsinə daxil oluram. Və gördüyünüz kimi burada adınız, soyadınız, nikiniz, pasportunuz, emailiniz, telefon nömrəniz deyə bir şeylər qeyd olunmuşdur. Burada mən indi göstərirəm sizə. Misal Tural və burada yazınız ki görünür. Soyadınız nikiniz Azərkodi, pasport deyək hansı bir pasport yazıram bura. Gördüyünüz kimi bura pasportunu daxil edəcək. Əvvəlkilərdən fərqli olaraq burada ulduz işarələri görünmüş oluruq biz. 1, 2, 3 deyək pasport daxil. Daha sonra e-mail ünvanımızı qeyd edirik. Gördüyünüz kimi birbaşa Azərkodi sayılır və burada öz telefon nömrəmizi yazmaqla göndər butonuna basdıqdan sonra bizim haqqımızda olan məlumatlar saytımıza gəlmiş, sayta getmiş olacaqdır. İndi mən burada göndər butonuna sıxdıqdan sonra heç bir funksiya bura əlavə etmədiyimdən sadəcə gördüyünüz kimi boş alanlar qaldı və bunları yan-yana qoyub bunların hər birinin nə işə yaradığını bir həssas göstərirəm. Gördüyünüz kimi adının hissəsidir. Type bölməsi buranı qeyd edir. Name, nick bölməsi, pasport bölməsində tape bölməsi, pasport. Yəni biz burada əgər istədiyimiz bir şey yanında ulu sənədə göstərməsiniz üçün burada pasport type bölməsində pasport sözünü yazmamız gərəkdir. Daha sonra e-mail ünvanımızı, hansı burada biz öz e-mailimizi yazırıq. Gördüyünüz burada type bölməsi e-mail demişəm. Daha sonra telefon nömrəmizdir. Burada istədiyimiz nömrəni yaza bilərik. Misal üçün bu mənim nömrəmi burada qeyd edirəm. Və sonuncu submit butonu üçün hansı burada gördüyünüz kimi value, yəni submit butonu üzərində hansı söz yazmamızı istəmişdiksə həmin sözü buraya yazmışdır və o da avtomatik olaraq submit butonu üzərində bu sözü yazmış olmuşdur. Beləliklə bugünkü dərsimiz bununla yekunlaşdı və onu da bir daha nəzərə çatdırım ki, forum teklərinin forumların ikinci bir hissəsi var ki, onu da mən sizə növbəti dərsdə nəzərə çatdırmış olacağam. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşərik. Sağ olun.